bu nə qəşəng örtücüdür. Sən təsadüfən mənim konsilerimi görməmisən, Fit-me 10 nömrəyə. Düzdür, bu nömrəni heç yerdə tapa bilmirdim. Bir marketdən gücünü tapdım. Az dəlisə mən onu heç üzümə vuraram. Sən bir kosmetikama bax, orada ancaq lüks markalardır. Mən onu üzümə vursam bir dəqiqəyə səpər. Hara atmısan orada axtar. Qəribədir, hər yeri axtardım, yoxdur. Yaxşı, neyək onda yenə bir marketdən sifariş verəcəm. Mən bu promokodu birinci sifarişdə istifadə etdiyim üçün mənə bir market 15 manat bonus verib. İndi mən bu 15 manatı ikinci sifarişimdə də istifadə edə bilərəm. Həm də ki, ikinci sifarişdə bu promokodu istifadə etsəm, Əlavədə 5 manat bonus qazanacağam. Təsəvvür elə. Belə çıxır ki, bu konsiler mənə pulsuz gəlir. Həm də ki, orada çatdırılma da tezdir. 1-2 günə istənilən ünvana da çatdırılır. Yaxın olan məntəqədən də götürmək olur. Mən indi həmişə bir marketdən sifariş verəcəm. Sizə sifariş verdim. İndi gəlinə kimi olar ki, sən konsileri istifadə edim. Bu günə mənə vacib lazım idi. Yo, can, mən konsilerimi işdə unutmuşam. Yaxşı, başa düşdüm. Salam can, necəsən? İşdən gəldim, çox yorğunum. Telefonum harda qaldı? Oy. Bu mənim itən konsilerimdir ki, 10 nömrə. İstəyirdin heç üzümə vurmaram. Üzüm səpir, ancaq lüks markalar işlədirəm, hə? Nə oldu, bəs səpənə oxşamırsan? Yo, bu sənin deyil, bu qızlarındır, yəqin işdə səhv düşüb. Yaxşı, başa düşdüm. Çoxdandır rəfiqəm mənimlə qalmaq istəyirdi. Deyirdim ki, yer yoxdur. İndi deyəsən yer boşalacaq. Sənə 3 gün bəs edərdə əşyalarımı yığıb xalangilə köçməyə.